Allah sən and verirəm izzətüvə, cəlalüvə, kərəmüvə, rəhmətüvə, mərhəmətüvə, məhəbbətüvə. Müqəddəs zamanlara, müqəddəs məkanlara, bu gecənin hürmətinə, Ramazan ayının ehtiramına. Allahım, ilk duamız İmam-ı Zaman ağamızın zuhurun təcil elə. Allahım, bağışlamamış bizi bu dünyadan aparma. İmanla, təqva ilə yaşayıb, izzətlə bu dünyadan köçməyi bizlərə nəsib elə. Allah bizi dini və xadim olanlardan qərar ver. Bu az xidmətləri bizlərdən qəbul elə. Bu az xidmətlərə qane olanlardan bizləri qərar vermə. Allah, olar ki, xəbər göndərdilər. O bacı qardaşlarım məndən dua istədilər. İlah və Rəbb, xəstələri var, dərdləri var. Sən and verirəm izzət və cəlalıva, onların hacətlərini rəva elə. Xəstələrimizə tezliyinə şifaya acil inayət elə. Övladı olmayanlara övlad nəsib elə. Subaylarımıza gözəl ailə nəsib elə. Ailə müşkül olanların müşküllərin tezliyinə həll elə. Borcu olanların borcların verməkdə onlara yardımcı ol. Evsiz qardaşlarımıza ev nəsib elə. İşsiz qardaşlarımıza iş nəsib elə. Sıxıntılı olan möminlərimizə İmam Musa Kazım hörmətinə özlərinə fərəc, ailələrinə səbr bəxş elə. Allah, indi ekran qarşısında əyləşənlər var. Əllərini sənin dərgahına qaldırıblar. İlah və Rəbb onların dualarını onlardan qəbul elə. Allah, bu hacətləri eşitdin. Qəlbimizdə olanları dilimizə gətirdik. Özün dilin istədik. Sən and verirəm izzəti və bu hacətlərimizi tezliyinə rəva elə. Bu evlərdəki bizi dinlədilər. Ya Rəbbəl aləm, bu evlərin abad elə. Onları bərəkətli qərar ver. Peyğəmbər və əhl-i beytinə salavat zikirlə.